Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, dəyərli cəmaat, Allah Taala'nın müvəffəqiyyəti, onun yardımı və köməkliyi ilə fiqh dərslərimizə davam edirik. Bu gün Allahın yardımı ilə övrət yeri örtmək haqqında 3 mühüm fayda öyrənəcəyik. Bizlər keçən dərslərimizdə namazın şərtlərin öyrənməyə başladıq. Namazın şərtləri, yəni namaz qılmağa başlamamışdan qabaq etməmiz şərt olan, ləbud olan əməllər. Bunlardan ən birincisi namazın vaxtının daxil olduğunu bilmək. Namazın vaxtının daxil olduğunu bilmək. İkincisi, insanın bacardığı qədər hər iki natəmizlik halından təmizlənməsi. Həm böyük natəmizlik halından təmizlənməsi, böyük natəmizlik halı cənabət halı, qadınlarda isə heyz və nifas hallarıdır. Təmizlənmək bütün bunlardan qusul almaq ilə olur. Kiçik natəmizlik halı isə ayaq yoluna gedib gəlmək. Böyük ayaq yolu, kiçik ayaq yolu, yatmaq, dəstəmaz almaqla bütün bunlar təmizlənir. İnsanın bədəninin, paltarının və namaz qılacağı yerin təmiz olması. Sonra isə namazın şərtlərindən üçüncüsü övrət yerləri örtmək haqqında demək öyrəndik. Bugün bu mövzu ilə əlaqəli 3 fayda öyrənəcəyik. Faydalardan birincisi müəllif buyurur: "Mən inkəşəvət avratuhu fis-salati bila qasdin. Hal tubtalus-salah?" İnsanın namazda övrət yerinin bilmədən açılması. İnsan namaz qılarkən istər kişi olsun, istər qadın, namazda örtülməsi şərt olan, vacib olan yerlər qəsdsiz şəkildə açılması, namaz batil olur mu? Müəllif buyurur ki, "Zəhəbəl cumhuru ilə enne men ikteşafe min avratihi şey'un fi's-salati velev bila qasdin tubtilu salatuhu izâ lem yesturha fil-hal." Alimlərin cumhurları deyirlər ki, kimin namazda heç bir qəsd olmadan, qəsdən yox, qəsdsiz şəkildə övrət yeri açılarsa, əgər onu dərhal örtə bilməsə, onun namazı batil olur. Dərhal, halında örtə bilməsə, onun namazı batil olur. İmam Əbu Hanifə, Allah ona rəhmət etsin, deyir ki, əgər üzvün 4də 1-i açılarsa, bu zaman dərhal örtə bilməsə, onun namazı batil olur. Bu birinci rəy. İmam Əhməd ibn Həmbəl və Həmbəli məzhəbi isə deyir ki, "Lə tubtilu salatu binkişafi avratihi li zəmənin qasir." Qısa zaman müddətində övrət yerin namazda açılması namazı batil etmir. Qısa bir müddətlik övrət yerinin açılması namazda namazı batil etmir. Kəmə ləv ətarətür rihu thəvbəhu an avratihi. Külək əsir, bu külək insanın övrət yerini açır. Namaz qılır, külək əsir, bu külək əsməsi ilə paltarı qalxır, insanın övrət yeri açılır. وَكَذَٰلِكَ لَوْ بَدَى يَسِيرٌ مِنَ الْعَوْرَ وَلَوْ طَالَ زَمَنُ الْاِنْكِشَافِ. Həmçinin
övrət yerindən balaca bir yer açılarsa, namazda örtülməsi vacib olan övrət yerdən balaca bir yer açılarsa, uzun vaxt keçsə belə namaz batil olmur. Onların dəlilləri isə Amr ibn Sələmədən rəvayət olunan hədisdir. Buyurur ki, İntalaqa əbi vafidən ilə Rasulillahi sallallahu aleyhi və səlləmə fi nəfərin min qavmihi fəaliməhumus saləh. Mənim atam Allah Resulü Muhammed sallallahu aleyhi və səlləmin yanına bir nəfər haqqında getdi. Öz qövmündən bir nəfər haqqında getdi. Ona namazı öyrətdi. Namaz qılmağı. Fəqalə. Ona dedi. Yəummukum aqraukum. Sizlərə ən yaxşı Quran oxuyanınız imamlıq etsin. Və kuntu aqrauhum limə kuntu əhfaz. Mən onların arasında əzbərləri çox olduğu üçün ən yaxşı Quran oxuyardım. Fəqaddimuni. Məni qabağa çəkdilər namazda, imam oldum. Fəkuntu əummuhum və aleyyə bəğdətun li safiratun safra. Və deyir, mən onlara imamlıq eləyəndə əynimdə paltar var idi. Sarı rəngdə. Sagiratu safra. Fəkuntu izə səcədtu iktəşəfət anni. Mən səcdə edəndə paltarım açıldı. Fəqalət imraatun minən nisai. Bu zaman qadınlardan biri dedi: "Varu anna avrata qariukum." Qarinizin, namaz qıldıranınızın paltar alın, övrət yeri bağlı olsun. Fəştəru li qamisan umaniyyən. Onlar deyir, mənə bir qamis aldı. Fəmə fərihtu bi şeyin ba'dəl İslami fərihə bi. Və İslama daxil olduqdan sonra bu hala sevindiyim kimi başqa bir hala sevinmədim. Dəyərli cəmaət, bu hədisdə gəlməmiş ki, Peyğəmbər sallallahu aleyhi və səlləm və onun səhabələrindən bir şəxs bu halı inkar etsin və əmr etsin ki, gedin namazı təzdən qılın, namaz sayılmadı. Namazda imamın paltarından açılır. Bunu qadınlardan bir nəfər görür. O deyir ki, imamınız üçün paltar alın. Övrət yerin örtən. Cəmaat da ona paltar alır. Namaz qutarandan sonra paltar alırlar. Allah Resulü sallallahu aleyhi və səlləmin bu halı inkar etməməsi, onun səhabələrinin bu halı inkar etməməsi və onlara gedin namazı təzdən qılın, namazınız batil oldu deməməsi göstərir ki, o namaz səhiyyidir. Demək, racih olan, doğru olan görüş budur ki, insanın namazda paltarından biraz açılarsa, istər külək əsib paltarı qaldırıb, yaxud da balaca bir yer açılıb, hətta namazda uzun müddət ora açıq qalsa belə. O namaz səhihdir, demək, yenidən qılmağa ehtiyac yoxdur. Lakin, həmin şəxsin üzərinə vacibdir ki, namazda hiss eləsə ki, bilsə ki, filanca yeri açılıb, oranı dərhal örtsün. Bacarırsa, gücü çatırsa, o yeri dərhal örtsün. Hədə huvə sahih. Doğru olan da budur. Allah Teala ən gözəlinin, ən doğrusunu bilir. Lakin yecibu aleyhi izə alimə binkişəfi avratihi ən yuvarihə in istaqa'a. O şəxsin üzərinə vacibdir ki, bilsə ki, namazda örtülməsi vacib olan yerdən nəsə açılıb, avrat yerdən, dərhal onu bacarırsa, örtsün. Birdən o örtə bilməsə, elə bir yerdir ki, örtə bilmir. Ətrafındakılar ona köməklik edir, həmin yeri örtür. Ola bilsin, açılıb, lakin örtə bilmir. Aydındır? Ətrafındakılar ona köməklik edir, o yeri örtür. Yaxud, o yer açıqdır, ancaq bunun xəbəri yoxdur. Məsələn, belə açılıb bilmir. Ətrafındakılar köməklik edir və o böyle örtülür. Bu birinci, dəyərli qardaşlara fayda idi. Demək, əgər qəsdsiz şəkildə, bilmədən
insanın namazda paltarı açılarsa onun namazı pozulmur. Namaz səhihdir, qəbuldur. Lakin o şəxsə vacibdir ki, həmin yerin açıq olduğu namazda bilsə dərhal bağlasın. Namazdan sonra bilsə o namazı yenidən qılmağa ehtiyac yoxdur. Amma kimsə qəsdən namazda örtülməsi vacib olan yeri açsa, açıq halda namaz qılsa artıq o namazı əvvəldən batildir və o namaz sayılmır. İkinci fayda, salatul acizi an sətril avra. Namazda örtülməsi vacib olan yeri örtməkdən aciz qalan şəxsin namazı. Namazda örtülməsi vacib olan yerdir. Lakin bu adam oranı örtə bilmir. O namazı necə olacaq? Buyurur ki, la tasqutus salatu ammen lem yecid ma yasturu bihi avratahu bil ittifaq. Alimlərin ittifaqına görə namazda örtülməsi vacib olan yerləri örtə bilməyən şəxsin boynundan namaz düşmür. Namazı qılmalıdır. Bu alimlərin ittifaq etdiyi məsələdir. Hallar gələcək. Necə ola bilər bu? İnsan namazda örtülməsi vacib olan yeri örtə bilmir. Alimlər buyurur ki, onun boynundan namazın vacibliyi düşmür. Namazı qılmalıdır. وَاخْتَلَفُوا فِي كَيْفِيَّةِ الصَّلَاةِ. Amma onun namazda necə olmasına ixtilaf edirlər. فَذَهَبَ الْجُمْهُورِ. Alimlərin cumhuru, yəni böyük əksəriyyəti deyirlər ki, أَنَّهُ إِنْ لَمْ يَجِدْ إِلَّا ثَوْبًا نَجِسًا أَوْ ثَوْبُ حَرِيرٍ لِلرَّجُلِ فَيَجِبُ عَلَيْهِ لُبْسُهُ فَإِنْ لَمْ يَجِدْ شَيْئًا قَالُوا يُصَلِّ عُرْيَانًا. Əgər o şəxs heç nə tapmasa, ancaq bir dənə paltar tapıb, üstündə nəzasət var. Onu geyinir, namazını qılır. Yaxud kişidir, paltar yoxdur, amma ipəkdən paltar tapıb. İpəkdən paltardan sonra heç nə yoxdur. Onu geyinir, namazı qılır. Yaxud da heç ümumiyyətlə paltar yoxdur. Buyururlar ki, o şəkildə namazını qılır. Allah subhanahu teala buyurur, fəttəqullaha məstəta'tum. Nə qədər bacarırsınızsa o qədər Allaha ibadət edin. La yukellifullahu nəfsən illə vus'aha. Allah Teala insanı ancaq güc çatdığı qədər mükəlləf edir. Elə bir hal yaranıb ki, insan namaz qılmağa paltar tapmır. Paltarsızdır. Onun boynundan alimlərin yektir rəyinə görə namazın vacibliyi düşmür. Namazı qılmalıdır. Yaxşı, necə qılsın? Alimlərin cumhuru deyir ki, əgər paltar tapır, amma paltar nəzasət var, o ilə qılsın. Əgər paltar tapır, amma paltar ipəkdir, o ilə qılsın. Yaxud da paltar tapa bilmir. O zaman elə o halda namazı qılsın. Thumma qala'l Hanefiyyətu vəl Hanabilə. Sonra Həmbəlilər və Hənəfilər deyirlər ki, huwa muhayyarun beynə ən yusalliyə qa'idən əv qaimən. O, ixtiyar qarşısındadır. İstəsə o halda namazın oturan yerdə qıla bilər, istəsə ayaq üstə qıra bilər. وَاسْتَحَبُّ أَنْ يُومَعُ فِي الرُّكُوعِ وَالسُّجُودِ لِأَنَّهُ أَسْتَرْ. Yaxşı olar ki, rüku və səcdə edəndə demək, özün uzatsın. Çünki bu, o örtüləsi yeri daha çox örtür. Və qaləl Malikiyyətu və Şəfi'iyyətu yəcibu ən yusalliyə qaimən və la yəcuzu əl-culus. Onun üzərinə vacibdir ki, elə ayaqda qılsın, oturmaq olmaz. Necə ki, paltar halda ayaq üstə qılırdı, rükuya əlirdi, rükudan qalxır, səcdəyə geçirdi və bu şəkildə qılsın. Buyurur ki, وَهَلْ يُعِيدُ إِذَا وَجَدَ مَا يَسْتُرُهُ. O şəxs namazı qılıb qurtarandan sonra, orta namazını qılıb qurtarıb, 15-20 dəqiqə sonra paltar tapır. Onun bədənin örtə biləcək. O şəxs namazı ehtiyac varmı yenidən təzdən qılsın. Az əvvəl paltarsız halda, yaxud da nəcasətli paltarda qıldığı, yaxud da kişidir ipək paltarda qıldığı namazı yenidən qılmağa ehtiyac varmı? Əs-sahih.
en la yu'idu kema qala Şafi'iyyətu vel Hanabilə vallahu a'lam. Doğru olan budur ki, o şəxs namazını təkrar qılmağa ehtiyac yoxdur. Həmbəli və Şafirlər bu rəydədir. Allah Teala ən doğrusunu bilir. Aydın oldu dəyərli cəmaət. İnsan məsələn gedib dənizə çimməyə. Aydındır. Çıxır, görür ki, paltarları yoxdur. Aparıb kimsə. Heç kimdə yoxdur. Heç paltar, nəcis üzərində olan paltar belə yoxdur ki, ondan qılınsın. Yaxud da ipək belə paltar yoxdur, namaz. O halda namazın qılır. O halda namazın qılır və namazın qaza etmir. Başqa bir hal, nə deyə bilərim, qardaşlarım? İnsan məsələn, paltarları yoxa çıxır. Paltar tapa bilmir. Yaxud da paltarı var, amma üzərində nəcasət var. Ən çox bu əməliyyatlarda olur. Məsələn, cərrahi əməliyyatlardan sonra xəstələr sual edirlər, paltarımız var, amma üzərində məsələn çoxlu qan var, çoxlu məsələn ola bilsin məsələn sidiyə və s. Başqa da paltar yoxdur. Biz nə edək? O halda namazını qılsın. Qalxıb dəst namaz ala bilmirik. Təyəmmüm eləsin. Təyəmmüm də eləyə bilmirik. Nəyə gücün çatır? O şəkildə namazı qılır. Allah subhanahu wa ta'ala fəttəqullaha məstəta'tum. Allaha bacardığınız qədər, güclü çatdığınız qədər ibadət edin. La yuridullahu aleykum min harac. Allah Teala istəmir ki, siz sıxıntıya düşəsiniz. Üçüncü və sonuncu məsələ, qardaşlarım, ət-təzyinu və təcəmmülü lis-salati. Namaz üçün bəzənmək və gözəl paltar yaxud nəsə geyinməyin hökmü. Yecuzu salatu fi thawbin wahidin kema taqaddam. İnsan bir tək paltarda namazın qıla bilər. Lakin yustahabbu an yusalliyal mar'u fi akthar min thawbin. Lakin kişiyə müstəhəbdir ki, birdən çox paltarda namaz qılsın və an ya'khudha zinatahu və yetecemmalu ma amkana. Və namaz qılanda demək onu gözəlləşdirən, onu bəzəyən nə varsa onu götürsün. Məsələn, nə deyə bilərik? Namazdan qabaq palımızı, paltarımızı səliqəyə salmaq, palımız, paltarlarımız arasında ən yaxşısı hansıdırsa onu geyinməyə çalışmaq. Vacib deyil, şərt deyil. Adi köynə paltarında namaz qıla bilərsən, iş paltarında namaz qıla bilərsən. Lakin dəyişib, daha təmizin, daha yenisin, daha gözəlin geyinməyə imkan varsa, bəyənilir. Əlavə buna görə savab qazanırsan. O daha təmiz, daha yenini geyin, oynan qıl. Həmçinin saçı saqqalı daramaq, ətirlənmək, misvaklanmaq, bunlar hamısı namaz qabağı bəzənmək, namaza hazırlaşmaqdan sayılır. Allah subhanahu ta'ala buyurur ki, Yə bəni Ədəmə, ey insanlar, Adəm övladı, xuzu zinətəkum ində kulli məscid, ində kulli salah. Hər namazda zinətlərinizi götürün. Özə bəzək olan şeyləri götürün. Abdullah ibn Ömərdən rəvayət olur ki, Peyğəmbər s.ə.v demişdir, İzə sallə əhədukum fəlyəlbisə thəvbəyhi. Sizdən biri namaz qılanda paltarın əyninə geyinsin. فَإِنَّ أَحَقُّ مَا تَزَيَّنَ لَهُ. Həqiqətən də Allah subhanahu və teala bəzənilməyə hamıdan çox haqlıdır. Hamıdan çox haqlıdır. Görsən ki, insan məsələn, harasa gedəndə, toya, bayrama, şənliyə, qonaq, qəşəy bəzənilə deyilmi? Paltarı, geyimi, kecimi, məktəb, olmalıdır da, gözəl şeylərdir bunlar. Ədəbdir hamısı. Allah subhanahu teala o getdiyimiz o yerlərdən, o bəzənmə məqsədlərimiz ki var, Allah subhanahu teala daha çox haqlıdır. Yəni, namaz hamısından daha çox haqlıdır bəzənilməyə. Qonaqlıqadansa namaz daha çox haqlı bəzənilməyə. Ona görə bunları bilməkdə əziz qardaşlarım fayda vardır. Bir məsələni qeyd edeyim. Başa taqiyyə qoymaq haqqında. Bəzi insanlar elə düşünürlər ki, başa taqiyyə, yəni araqçun, əmmamə, təkkə qoyub namazları daha çox savab qazanır. Müstəhəbdir, əlavə mükafat. Bu doğru deyil, qardaşlar. Birincisi, taqiyyə, təkkə, araqçun sünnədə gələn, yaxud da
bunu etmək, bunu geyinmək sünnədir, savab, mükafat var, ondan deyil. Başı örtmək, başa araqçın qoymaq, təkkə qoymaq İslamdan qabaq var idi. Ərəblər başlarını örtürdülər. Başlarına təkkə qoyurdular, əmmamə qoyurdular, sarğı qoyurdular. Başlarını sarıyan İslamdan qabaq idi. İslam gələndən sonra bu gəlmədi. Buna sünnə demək, yəni ibadətdir deməkdir. Savab qazanırsan demək yanlışdır. Həmçinin hətta nə deyirlər? Təkkəsiz namaz qılsan, haram deyil, amma tənzihən məkruhdur. Yəni məkruhdur, bəyənilmir. Bu da doğru deyil. Buna görə insan namazın öz urfunda, öz adətində geyim necədirsə, bu şəkildə qılır. Bizim urfumuzda kişinin geyimi iki hissədən ibarətdir. İslam dinində gəldiyi kimi izar və rida. Yəni çiyinlərimizdən belimizə qədər olan geyim, buna deyilir köynək. Bir də belimizdən topuqlara qədər olan geyim, bu da şalvar. Aydındır? Bu şəkildə namazımızı qılırıq. Amma məsələn, ərəblərdə bütöv bir dənə qamis deyirlər, bütöv bir dənə paltardır. Onda əgər elə namaz qılsa, onda görə qamislə qılmaq daha çox fəzilətlidir. Şalvarla, köynəklə qılsa məkruhdur mənasına gəlir. Lakin bunlar nədir? Doğru deyildir. Allah Subhanahu taala ən doğrusun, ən gözəlin bilir. Allah Teala bizləri eşidib, başa düşüb faydalanan və ən yaxşı tabi olan qullarından etsin. Subhaneke Allahumma bihamdike, eşhedü en la ilahe illa ent, estağfiruka və etubu ileyk.